Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə mayasız tez hazırlanan pirojki reseptini paylaşıram. 3 ədəd orta boy kartofu doğrayıram. Üzərinə su əlavə edib bişirirəm. Kartof bişdikdən sonra suyunu süzüb, üzərinə zövqə görə duz səpib püre halına gətirirəm. Xəmir hazırlamaq üçün qaba 1 stəkan qatıq, 1 ədəd yumurta, 1 paket qabartma tozu, zövqə görə duz əlavə edib qarışdırıram. Üzərinə 3 stəkan unu hissə əlavə edib xəmir yoğururam. Orta yumuşaqlıqda xəmir olmalıdır. Xəmirin üzərini örtüb 15 dəqiqə dinləndirirəm. Tezgahın üzərinə un əlavə edib xəmiri yayıram. Bu formada kəsib üzərinə çilik əlavə edib bükürəm. Yaxşı qızdırılmış bol yağda pirojkiləri qızardıram. Pirojkilər hazırdır. Bu reseptlə çox dadlı 18 ədəd pirojki alındı. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.